Bəs niyə görə bu 2000 dollardan bu adam başına düşən bu gəlir, bu xalqa belə xeyir olmur? Avropa qiymətlərində hər şeyi satırıq xalqa. Bəs pensiya, əmək haqqı, axı bu Avropa qiymətlərinə uyğun deyil. Bunlar da dolanmalıdır axı. Biz nə vaxta kimi bu insanlara qara camaat kimi yanaşacağıq? Mən açıq deyirəm. Heç kim inciməsin. Xaqani o zaman deyərdi ki, qoy mənə deməsinlər Xaqani, mən yoxsullaşarıq, xalqalıyım Xaqani. Mən burada qara cəmaatın nümayəndəsiyəm. Nə vaxta kimi qara cəmaat? Mən istəyirəm xalqın millət olsun. Bu elə biz deyirik, elə onlar elə nə olub ona dözəcəklər. Axı biz bilirik, elə deyirik, hər şey yaxşıdır, vallahi yaxşı deyil axı. Belə varlı maşınlar çoxdur, nədir? Hamısı köhnə, nə bilim mənim inomarkalardır da. Xəstəxanalara gedirsə hamısı doludur, bizə deyirlər restoranlar doludur. 1 milyon yaşayır, 9 milyon da yaşamalıdır. Hara baxırsan belə bu çətinliklər var. Mən xahiş edirəm hökumətdən, ciddi şəkildə xalqımız haqqında da düşünsün. Bu qədər gələn gəlirlərdən xalqımıza da, o qara cəmaata da yönəldirsin. Mən çox xahiş edirəm. Tək özümüzə yox.